kişi qeyrətli qazilərimiz, birinci növbədə belə qərar qəbul eləməyin. İkinci növbədə qəbul edirsinizsə, yox, nə olur olsun mən bu qərarı edəcəm deyirsinizsə, özünüzdən 5 nəfər aparın. 5 nəfər aparın. Özünüzdən 5 nəfər aparın. Ondan sonra sizdən sonraki qazilər getdikləri qapını döyməmiş qapılar onların üzünə açılacaq. Getdikləri icra hakimiyyətində icra başçısı özləri onları qırmızı xalça ilə qarşılayacaq. Getdikləri hər hansı bir sənəd dalıca sənədi düzəldən, sənədə peçat vuran rəislər özləri onların sənədlərini həll edəcək. Qaziliklərin kəsənləri yenidən qaziliklərin bərpa edəcəklər. Heç özləri deməmiş. Özünüzlə 5 nəfər, 3 nəfər aparın. Çox xahiş edirəm sizdən. Əgər %100 qərar vermişsiniz, amma eləməyin. Amma eləməyin. 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 Can qoşulun bizim yayına. Bir təhər dost tanışda mənim nömrəm zaten var. Yazsaz mənim moderatorlarıma verəcəklər. Çəkməyəcəm, danışmayacam, etməyəcəm dedim, eləyə bilmirəm. Çünki bizim ən axırıncı günü, ad günü bizimlə keçirdi bu adam. Qabaqlarında meyvə, bir də tort vardı, başqa heç nə yox idi. Tortu da dostu, nisiyə almışdı. Bu adam ailəlidir. Və dövlətə, millətin sayı artsın deyə övlad verib. Övladları qaldı atasız, bacımız qaldı həyat yoldaşısız. Vətən sevənlər, bundan sonra çox deyəcəksiniz, vətənə qurban olun. Kaş siz qurban olardınız, bu oğlanlar sağ qalardı. İçimdəki söyüşlərlə sizin ailələrinizi yad edirəm. Bu videoda o söyüşləri səsləndirmirəm. Nə qədər Azərbaycana qurban olum deyən varsa, nə qədər yaşasın Azərbaycan, yaşasın prezidentimiz deyən varsa, onların hamısının ailəsinə başsağlığı verirəm, qəlbən də ürəyimdən keçən sözləri deyirəm. Sadəcə bunu bilin, qeyrətiniz yoxdur. Bunu bilin. Bildiniz də, vətənə qurban olanlar, bildiniz də, yoxdur. Oturun, mehman nə dedi, oturun, o biri nə dedi deyə araşdırmaqdansa, yanınızda canlarına qəsd eləyən qazilərinizi araşdırın, dərdlərini araşdırın. Çox danışmayacağım, sağ olun.